Salam əziz həmkarlar. Şəxsiyyətin formalaşdırılması və inkişafı nəzəriyyələrin test izahına baxırıq. Ənənələrlə ayaqlaşma dövrü 6-12 yaş mərhələsi, əxlaqi dəyərlərin olmadığı dövr 0-2 yaş hissi hərəki, özünə yönəlmə mərhələsi də 2-6 yaşdır ki, bu da ilkin əməli mərhələyə oxşuyur. Uşaq bu mərhələdən nəyin doğru, nəyin yanlış olduğunu dərk etmir. Burada əxlaqi dəyərlərin olmadığı dövrdür. Yəni, nə yanlışdır, nə doğrudur, bunu bilmir. 2-yə uyğundur A. Uşaq özünün və digər qrupların maraqlarını ayırt edə bilir. Lakin hər hansı bir qaydaya əməl etmək barədə özünə əziyyət vermir. Bu əsasən özünə yönəlmə mərhələsidir. Yəni, özünə heç bir əziyyət vermir. 3-ə uyğundur. Uşaqlar qaydalara əməl etməyə çalışırlar, çünki etməsələr onları pis nəticə gözləyəcəyini bilirlər. Bu da ənənələrlə ayaqlaşma dövrüdür. Bu mərhələ yeniyetməlik dövründə baş verir və burada uşaqlar emosiyaların təsiri altındadırlar, məntiqlə hərəkət edə bilmirlər. Əsasən bu qeyri-rasional şüur dövrüdür. Burada fərd öz məntiqi ilə hərəkət edir. Onun davranışı məntiqə və anlamaya əsaslanır. Bu da rasional şüur dövrü yetkinlik mərhələsidir. Deməli, 1-ə oldu C, 2-yə A, 3-ə B, C variantı. Təsvir olunan şagird hansı introvert şəxsiyyətə malikdir? Daha çox müzakirə zamanı yeni fikir formalaşdırır və ya mövzunu daha yaxşı anlayırlar. Xeyr. Subyektiv fikirlərə əsasən qərar verir və diqqət mərkəzində olmağı sevirlər. Xeyr. Müəyyən konsept haqqında nəticə çıxarmaq üçün bir çox məlumatlar arasında əlaqə qururlar. Əsasən bu doğru fikirdir. Daha çox təklikdə yeni mövzunu daha yaxşı anlayır və tez-tez fikirlərini dəyişə bilir. Əldə etdiyi müxtəlif informasiyalar arasında tez bir zamanda əlaqə yaradır və nəticə çıxarır. Təsvir olunan şagirdlərdən hansı introvert şəxsiyyətə malikdir? Bu oldu C variantı. Yəni, müəyyən konsept haqqında nəticə çıxarmaq üçün bir çox məlumatlar arasında əlaqə qurur. Uşaq görür ki, axşam düşəndə işıqlar sönür. Elə bilir ki, bu iki hal biri-biri ilə bağlıdır və həmişə eyni anda baş verir. Bu cür düşünən uşaq zehni inkişafın və xarakterin hansı mərhələsindədir? Baxın, uşaq görür ki, axşam düşdü, işıqlar söndü. Elə bilir ki, bu iki hal biri-biri ilə bağlıdır və həmişə eyni anda baş verir. Bu ilkin əməli mərhələsindədir. 2-6 yaş özünə yönəlmə mərhələsi. B variantı. Yanlış fikri seçin. Şagirdlər əks əlaqə qurarkən pozitiv vurğulamaq lazımdır ki, müsbət nəticələr əldə edilsin, doğrudur. Müsbət xarakterin formalaşdırılmasında şagirdlərlə müzakirə, müsahibə kimi refleksiya strategiyalarından istifadə etmək olar, doğrudur. Akademik dərslərin tədrisi zamanı müsbət xarakterin formalaşdırılmasına nail olmaq mümkündür, doğrudur. Şagirdlərin arzu olunan davranışlarını gücləndiricilər vasitəsilə möhkəmləndirərək xarakter formalaşmasına təsir etmək olar, doğrudur. Heç bir yanaşmada mühitin şagird şəxsiyyətinin formalaşdırılmasında rolu əhəmiyyətli hesab olunmur, yanlışdır. Mühit, təbii mühit, bir də sosial mühit, yəni yanlışdır. Əsasən, şəxsiyyətin formalaşmasında mühitin rolu da var. Klasteri tamamlayın. Bu mərhələ yeniyetməlik dövrünə təsadüf edir və burada uşaqlar emosiyaların təsiri altındadır. Qeyri-rasional şüur dövrü, bəli. İndi biz qeyri-rasional şüur dövrünə aid olanı tapmalıyıq. Uşaqlar qaydaya əməl etməyə çalışırlar, çünki etməsələr onları pis nəticə gözləyəcəyini bilirlər. Bunlar ənənələrlə ayaqlaşma dövrüdür. Uşaq özünün və digər qrupların maraqlarını ayırt edə bilir, lakin hər hansı bir qaydaya əməl etmək barədə özünə əziyyət vermək istəmir. Bu, özünə yönəlmə mərhələsidir. Uşaq bu mərhələdə nəyin doğru, nəyin yanlış olduğunu dərk etmir. Bu, əxlaqi dəyərlərin olmadığı dövrdür. Burada fərd öz məntiqi ilə hərəkət edir. Onun davranışı məntiqə və anlamaya əsaslanır. Bu, rasional şüur dövrüdür.
12 yaşından yuxarı uşaqlara xas olan xüsusiyyətlərdən biri odur ki, onlar məntiqlə hərəkət edə bilirlər. Bu artıq olur qeyri-rasional şüur dövrü, yeni yetməlik dövrü. Əsasən burada uşaqlar məntiqlə hərəkət edə bilmir, emosiyaların təsiri altındadılar, yəni yeni yetməlik dövrüdür bu. Oldu cavab Y variantı. Şagird bu ilin modasına uyğun olaraq geyinir və daima dövrün nəbzini tutur. Bu yanaşma hansı tip insana xasdır? Bu ilin modasına, yəni xarici faktorlara fikir verir, sosial amillərə. Bu ekstravert tiplərinə məxsusdur. Uyğunluğu müəyyən edən rasional şüur dövrü, özünə yönəlmə mərhələsi, qeyri-rasional şüur dövrü. Gəlin baxaq. Bu mərhələdə yeniyetməlik dövründə baş verir və burada uşaqlar emosiyaların təsiri altındadırlar, məntiqlə hərəkət edə bilmirlər. Bu olur qeyri-rasional şüur dövrü, 3-ə uyğundur A. Bu mərhələ yetkin yaşlara təsadüf edilir. Yəni yetkin dövrü, bu rasional şüur dövrüdür, 1-ə B. Fərdin davranışları hisslərə deyil, məntiqə əsaslanır. Bu da rasional şüur dövrüdür, C. Uşaq qaydalara əməl etmək üçün özünə əziyyət vermir. Bu özünə yönəlmə mərhələsidir, D. 1-ə B, C, 2-ə D, 3-ə A. Bu da oldu C variantı. Uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Şəxsiyyətin davranışı bioloji təsir və instinktlərdən asılı olur. Biososial konsepsiya yanlışdır. Bioloji konsepsiyadır. İnsanın bioloji varlıq olduğunu qəbul etməklə yanaşı, ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə tədricən sosiallaşması fikrini də müdafiə edir. Bu doğrudur. Deyir, insan ağ vərəq kimi doğulur, sosial mühitin təsiri altında formalaşır. Bioloji konsepsiya tərəfdarları insanın mühitin təsiri ilə dəyişməsi fikrini müdafiə edirlər, yanlışdır. Bu sosiolojidir. Müəyyən keyfiyyət və xüsusiyyətlər valideynlərdən uşaqlara irsən keçir, irsiyyət doğru fikirdir. Deməli, doğrudan 2, yanlışdan 3, 2-3. Daha sonra, ağıllı adamla dost olsan əgər, elmi mərifəti sənə də keçər. Bu misrə şəxsiyyətin inkişafına təsir edən hansı amili xarakterizə edir? Ağıllı adamla dost olsan əgər, yəni sənin mühitin ağıllıdırsa, sən ağıllı olacaqsan. Yox, mühitin ağılsızdırsa, sən ağılsız olacaqsan. Bu olur mühit. Uyğunluğu müəyyən edin. İrsiyyət, təbii mühit, tərbiyə. Uşaqlarla dəyərlərin formalaşdırılması, mənəvi keyfiyyətlərin aşılanması və inkişafı nəzərdə tutulur. Bu tərbiyədir. 3-ə uyğundur A. Nəsildən nəsilə ötürülən əlamətlər nəzərdə tutulur. Bu irsiyyətdir B. Ailə mühiti nəzərdə tutulur. Bu da təbii mühitdir C. B, C, A. B variantı. Müəllim mövzunu müəyyənləşdirir. Sinifdə şagirdlərin malik olduğu fərqli şəxsiyyət tiplərini nəzərə alaraq müxtəlif iş formalarından istifadə etmələrinə şərait yaradır. Şagirdlərdən bəziləri tapşırıqları tək etməyə üstünlük verir. Deməli, bunlar introvertdir, tək edənlər. Verilmiş situasiya əsasən düzgün cavabı müəyyən edin. Müəllim yalnız ekstravert şəxsiyyət tipinə malik şagirdlərin ehtiyacını nəzərə almış olur. Bu yanlış fikirdir. Müəllim diferensiyasiyanı təmin etmək üçün şagird xüsusiyyətlərini nəzərə alır. Bax, bu doğru fikirdir də. Çünki müəllim qrupla iş keçir. Məsələn, nəzərə alaq iş formalarından istifadə edir. Müxtəlif iş formaları, müxtəlif. Baxın, burada şagirdlərdən bəziləri tək etməyə üstünlük verir. Yəni, müəllim şagirdin bütün xüsusiyyətlərini nəzərə alır. Qrupla işləyən qrupla işləyəcək, tək işləyən tək işləyəcək. Oldu B variantı. Situasiya müəllim mərkəzli yanaşmaya nümunə ola bilər, yanlışdır. Verilmiş nümunəyə əsasən deyə bilərik ki, şagirddə özünə qapanma var, yanlışdır. Müəllim öz təfəkkürünə uyğun dərsi təşkil etməyə çalışır, yanlışdır. Uyğunluğu müəyyən edin. 12. Əxlaqi dəyərlərin olmadığı dövr, özünə yönəlmə mərhələsi, ənənələrlə ayaqlaşma dövrü. Bu mərhələdə yeniyetməlik dövrünü əhatə edir. Bu yanlışdır. Yeniyetməlik dövrünü əhatə edir qeyri-rasional şüur dövrü. Bu mərhələdə uşaqlar qaydalara əməl etməyə çalışırlar. Çünki etməsələr onları pis nəticə gözləyəcəyini bilirlər.
Bu ənənələrlə ayaqlaşma dövrüdür. Yəni ənənələri edir ki, cəza almasınlar. 3-ə uyğundur B. Xarakter formalaşmasının bu mərhələsi erkən uşaqlıq illərində baş tutur. Erkən uşaqlıq illərində baş tutur. Bu özünə yönəlmə mərhələsidir. 2-yə uyğundur C. Bu dövr körpəlik illərinə təsadüf edir və insan burada nəyin doğru, nəyin yanlış olduğunu dərk etmir. Bu əxlaqi dəyərlərin olmadığı dövrdür D. D, C, B. Oldu B variantı. Ekstravert şəxsiyyət tipi, introvert şəxsiyyət tipi. Müzakirələrdə iştirak şagirdi ruhlandırır. Bu ekstravertdir. 1-ə uyğundur A. Əlavə təsirləri nəzərə almadan qərar qəbul edir. Bu introvertdir B. Müəllimin müsbət münasibəti fənnə dərsi maraqla dinləməsinə səbəb olur. Bu da ekstravertdir C. Səthi müzakirələrdə mənəvi cəhətlərdən tez yorulurlar. Bu introvertdir D. Deməli 1-ə A, C, 2-yə B, D. Oldu A variantı. 14. Baxın, ümumiyyətcə ekstravert insan müəllimi sevirsə, onun fənnini də sevəcək. İntrovert insan müəllimi sevdi, sevmədi, fənnini sevirsə oxuyur. Amma ekstravert insan müəllimi sevirsə, onun fənnini daha yaxşı oxuyacaq. Sevmirsə, yəni o dərəcədə də yaxşı oxumayacaq. Amma introvert insan istəyir müəllimi sevsin, istəyir sevməsin. Əgər fənnini sevirsə, onu oxumağa can atacaq. İnsanlar onları əhatə edən aləmə münasibəti müxtəlif olur. Bu da ona təsir edən amillərlə bağlıdır. İnsan müəyyən şəxsiyyət növünün əlamətləri ilə dünyaya gəlir. Aha. Şəxsin tiplərini müəyyənləşdirmək üçün əsas diqqət insanın öyrənmə tərzlərinə yönəlir. Yanlış fikirdir. Öyrənmə bir neçə şərtin nəticəsi olaraq ortaya çıxır. Yanlış fikirdir. Müəllim təlim zamanı fəaliyyətin şagirdlərdə hansısa şəxsiyyət tipinin inkişafına yönəltməlidir. Bu da yanlış fikirdir. Bəzi şagirdlər müəllimin jest və mimikalarından stimul alır. Bu doğru fikirdir. İnsanlardan hər iki şəxsiyyət tipinin xüsusiyyətləri eyni anda rast gəlmək mümkündür. Bu da yanlış fikirdir. Bu ekstravertə uyğundur. Çünki onu əhatə edən aləmə münasibəti müxtəlif olur. Buna görə də ona təsir edən amillərlə bağlıdır. İnsan müəyyən şəxsiyyət növünün əlamətləri ilə dünyaya gəlir. Əsasən burada ekstravert tipə uyğun olanı tapmalıyıq. Bu da bəzi şagirdlər müəllimin jest və mimikalarından stimul alırlar. Yəni bir də burada məsələn bu fikirdə qəbul eləyir, mühitin amillərini də qəbul eləyir. Bu biososioloji də ola bilər. Çünki həm biolojinin, həm sosiolojinin xüsusiyyətini də özünə daşıyır. Ona uyğun olan da yenə D variantıdır. Müəllimin jest və mimikalarından stimul almaq. 15. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Şagirdlərin davranışında arzu olunan davranışlara istinad etməklə negativ əlamətləri aradan qaldırmaq olar. Bu doğru fikirdir. Birinci, yaxşı fikirlərini, yəni müsbət gözləntiləri deyir, sonra mənfi gözləntiyə keçir. Emosiyalara əsaslanan rəy verməklə şagirdlərdə müsbət hisslər yaratmaq, nəticədə onların şəxsiyyət kimi formalaşmasına təmin etmək olar. Bu yanlış fikirdir. Emosiyaya yox, onun işinə rəy vermək lazımdır. Mənəvi əxlaqi mövzularda müzakirələr təşkil etməklə şagirdlərdə bir sıra müsbət davranışların formalaşdırılmasını təmin etmək olar. Bu doğru fikirdir. Vərdişlər hisslərimizə hökm edə bilməsə də davranışlarımıza təsiri danılmazdır. Əsasən bu da yanlış fikirdir. Deməli oldu doğrudan 1, yanlışdan 4. 1, 4. Şagird əsərdəki obrazı qiymətləndirərkən uzun müddətli araşdırma və təhlillərdən sonra öz düşüncəsini yoldaşları ilə bölüşərək nəticə çıxarır. Baxın, burada hər ikisi var. Çünki əvvəlcə uzun müddətli araşdırma aparır və təhlil edir. Bu olur introvert. Sonra nəticəni yoldaşı ilə bölünür. Bu da ekstravertdir. Hər ikisinin xüsusiyyətini də daşıyır deyə ambivert düşüncə formasına malikdir. Ekstravert şəxsiyyət tipi bizə uyğun olanı tapmalıyıq. Müəllim qeyri-verbal ötürdüyü informasiyadan həvəslənir. Yəni şəkil, diaqram, çertyoş, bu doğrudur. Sinif otağındakı avadanlıqlar onun dərsə marağına təsirsizdir. Bu yanlışdır.
Dərsə cəlb olunmasında əsas amil subyektiv mülahizələrdir. Yanlışdır. Komanda üzvlərinə qarşı antipatiyası olduqda məqsədə yönələ bilmir. Doğru fikirdir. Qərar verərkən müəllim və valideynlərin təsiri altına düşür. Bu da doğru fikirdir. 1, 4, 5 C variantı. Verilənlərdən hansı introvert şəxsiyyət tipinə aid edilə bilər? Təcrübədə uğursuzluğa uğrasa da, yenidən cəhd etmək üçün kiminsə həvəsləndirməsinə ehtiyac durmur. Doğrudur. Fənnə marağı müəllimin münasibətinə əsasən formalaşır. Bu ekstravertdir. Valideynlərin tövsiyəsini dinləyərək ixtisas seçimi edir. Ekstravert. Daxili motivasiyasından istifadə edərək icra etdiyi işə cəlb olunur. Doğrudur. Qərar qəbul edərkən dərindən təhlil apardığından xeyli vaxt sərf etməli olur. Doğrudur. A, D, Y. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Mühit dedikdə sosial və təbii mühit nəzərdə tutulur. Doğrudur. Biososioloji konsepsiyanın nümayəndələrinin fikrinə əsasən şəxsiyyət irsiyyətlə ötürülür və sosial amillərin təsiri ilə davranışa təzahür edir. Doğrudur. Yəni bunlar insanın irsiyyətlə, şəxsiyyətin irsiyyətlə ötürüldüyünü qəbul edir və sosial mühitin də təsirini qəbul edir. Araşdırmalara görə sosial mühit insanın şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir. Bu da doğru fikirdir. Xarakter şagirdin mütəmadi şəkildə sərgilədiyi davranışı, hərəkətləri və ətrafındakılara münasibətidir. Bu da doğru fikirdir. Deməli, doğrudan 1-2 A variantı. Bioloji konsepsiya, sosioloji konsepsiya, biososioloji konsepsiya. Gəlin baxaq. İnsan bioloji fərd olaraq doğulur. Şəxsiyyət kimi məhz mühitin təsiri ilə formalaşır. Bunu sosioloji deyib. 2 uyğundur A. İnsan təbii varlıq olduğu üçün bütün davranışını anadan olanda özü ilə gətirir və bu davranışa görə artıq şəxsiyyət hesab edilir. Bu biolojidir. 1-ə uyğundur B. Şəxsiyyət irsiyyətlə ötürülür və sosial amillərin təsiri altında da formalaşır. Bu biososialdır. B, A, C. A variantı. Yanlış fikri müəyyən edin. Vərdişlər düşüncələrimizə, hisslərimizə və davranışımıza hökm edə bilir və nəticədə xarakterimizi istiqamətləndirir. Doğrudur. İnsan xarakterinin formalaşmasında güclü iradəyə sahib olmağın xüsusi önəmi var. Doğrudur. Xarakterin formalaşmasında daxili və xarici faktorlar vacibdir. Doğrudur. Şair şəxsiyyətində lazım olan müsbət keyfiyyətlər avtomatik olaraq formalaşdırılır. Tərbiyənin təşkil etdiyi şərait bəzi məqamlarda nəzərə alınmalıdır. Müsbət keyfiyyətlər avtomatik olaraq formalaşdırılmır. Formalaşdırmaq üçün bir səy göstərmək lazımdır, cəhd etmək lazımdır. Yanlış elə de. Şəxsiyyət insanın psixoloji siması olub, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərdə fəal iştirakçısı olan adamdır. Doğru fikirdir. Deməli 21-də oldu D. Uşaq bu mərhələdə nəyin doğru, nəyin yanlış olduğunu dərk etmir. Etdiyi bütün hərəkətlər fiziki ehtiyacının ödənilməsi üçündür. Bu əsasən əxlaqi dəyərlərin olmadığı dövrdür C. Verilmiş variantlardan hansı şəxsiyyətin inkişafında irsiyyətin rolunu bildirir? Ağıllı adamla dost olsan əgər, elmi mərifəti sənədə keçər. Bu mühitdir. Dostunu mənə göstər, deyim sən kimsən. Bu da mühitdir. Ağac yaş ikən, uşaq beşikdə ikən. Bu tərbiyədir. Ot kök üstündə bitər. Bu irsiyyətdir. Atı atın yanına bağlasan, həm rəng olmasa da həm xasiyyət ola bilər. Bu da mühitdir. Deməli oldu C variantı. Doğrudan doğrunu, yanlışdan yanlışı. Müzakirə zamanı yoldaşlarının fikirlərinə önəm verərək öz mövqeyini dəyişir ekstravert. Doğru fikirdir. İntrovertlər ünsiyyətdə olmağı sevmədiklərinə görə bir çox hallarda özünə qapanan hesab edirlər. Bu da doğru fikirdir. İnsanlarla ünsiyyət bəzən onları çox yorduğu zaman tək qalaraq enerjilərini bərpa edə bilirlər. Bu introvert, bu da doğrudur. Bəzən dərsindən düşünmədən nəticə çıxardıqlarından fikirlərini tez-tez dəyişə bilirlər. Ekstravert, bu da doğrudur. Deməli oldu 1-2 A variantı. Uyğunluğu müəyyən edin.
İrsiyyət, mühit, tərbiyə. Vəhşi ilə dost olsa insan dünyada, vəhşi adətincə ömür edər o da. Bizə uyğun olanı soruşur. Bunun mühitidir də, dost. Deməli kişiyə uyğundur A. Ağac yaş ikən, uşaq beşikdə ikən. Bu deyir, yəni tərbiyə ver. 3-ə uyğundur. 3-ə uyğun oldu B. Hər kimin var isə zatında şərarət küfrü, istilahati ülm ilə müsəlman olmaz. Bu da irsiyyətdir. C. Deməli A, B, C. Yox, C, A, B uyğun olan tapmalıyıq. C, A, B oldu Y variantı. Sual işarəsinin yerinə yaza biləcək söz və ya ifadəni müəyyənləşdirin. Bu mərhələdə uşaqlar məntiqi əlaqəni anlamırlar. Dünya yalnız öz gözləri ilə görürlər. Bu ilkin əməli dövrüdür, özünə yönəlmə mərhələsi B variantı. Şəxsiyyətin formalaşdırılması üçün istifadə olunan strategiyaları seçin. Daim səhvlərin vurğulanması yanlışdır. Bioloji konsepsiya istinad edilməsi yanlışdır. Müzakirələrin təşkil edilməsi doğrudur. Mükafatlandırma və mənfi nəticələrin tətbiq edilməsi doğrudur. Sağlam və qayğıkeş mühit doğrudur. 3, 4, 5 D variantı. Şəxsiyyətin formalaşdırılması zamanı hansı strategiyanın istifadə olunması tövsiyə olunmur. İndi burada diqqətli olun. Yaxşı vərdişləri formalaşdırmaq doğrudur. İradə gücü formalaşdırmaq doğrudur. Rəqabət mühiti formalaşdırmaq yanlışdır. Mükafatlandırma və mənfi nəticələr doğrudur. Yüksək ideyalara sahib olmaq doğrudur. Deməli, burada yanlış oldu C variantı. Şəxsiyyətin formalaşdırılmasında tərbiyə dedikdə nəzərdə tutulur. Uşaqlarda dəyərlərin formalaşdırılması, mənəvi keyfiyyətlərin aşılanması və inkişafı ilə doğrudur variantı. Aşağıdakılardan hansı şəxsiyyətin inkişafında bioloji konsepsiyanı xarakterizə edir? Fərdin mədəniyyətə sahibliyi bu istiqamətin əlamətlərindəndir, yanlışdır. İnsan mühitin təsiri ilə dəyişməsi fikrini mühadi edir, bu da yanlışdır. İnsan sırf təbii varlıq hesab edir. Onun bütün davranışlarını anadan olaraq özü ilə gətirdiyini bildirir, bu doğru fikirdir, C variantı. Uşaq stolun üzərində süfrə dəsmalı olmasına baxmayaraq yemək yedikdən sonra ağzını köynəyin qolu ilə silir. O bunun doğru hərəkət olmadığından agahdır. Bu yanaşmada, yəni doğru deyil, amma əməl etmir. Bu özünə yönəlmə mərhələsidir. Yəni özünü məmnun etməyə çalışır. Uşaq boyadan istifadə etdikdən sonra boya qabının qapağının bağlamalı olduğunu bildiyi halda bunu etmək üçün özünə əziyyət vermir. Yenə özünə yönəlmə mərhələsidir. Uyğunluq gözlənilmişdir. Uşaq cəmiyyətin dəyərlərindən xəbərdar olur, lakin onlara əməl etmir, yanlışdır. Bu qeyri-rasional deyil, əsasən özünə yönəlmə mərhələsidir. Bu dövrdə uşaq öz şəxsiyyətini analiz etməyi öyrənir, ənənələrlə ayaqlaşma yox, bu da özünə yönəlmədir. Sizdən gözləniləni soruşur. Uşaq artıq qaydalara əməl etməyə çalışır. Etmədikdə onun nələrin gözlədiyini bilir, özünə yönəlmə yox, ənənələrlə ayaqlaşma dövrüdür. Bu dövrdə uşaq emosiyaların təsiri altında məntiqlə hərəkət edə bilmirlər. Bu əsasən qeyri-rasional şüur dövrüdür. Bu dövr xarakterik formalaşmasının ən yüksək mərhələsidir, rasional şüur dövrü doğrudur. Verilmiş fikirlərdən hansı düzgün hesab edilə bilməz? Müəllim şagirdlərin emosiyalarını yaxşı istiqamətə yönəltməyə bacarmalıdır, doğrudur. Mənəvi inkişafın formalaşdırılması yalnız akademik fənlərin tədrisi zamanı baş tutmalı deyil, doğrudur. Məktəbin siyasəti ədalətli prinsipinə uyğunlaşdırılmalıdır, doğrudur. Xarakter formalaşdırılarkən şagirdlərin yaş xüsusiyyətləri vacibdir, doğrudur. Nöqsanı tez-tez eşidən şagird fəaliyyətində artıq həmin nöqsana yol vermir. Bu yanlışdır. Nöqsanı tez-tez söyləmək uyğun fikir deyil. Təsvir olunan şagirdlərdən hansı ekstravert şəxsiyyətə malikdir? Qısa müddətli yaddaşdan daha çox istifadə edir, subyektiv fikirlərə əsaslanır, bu əsasən yanlış fikirdir. İnsanlarla ünsiyyət onu ruhlandırır,
lakin məntiqi əsası olmayan müzakirələrdən tez yorulur. Hansı ekstravert şəxsiyyət tipinə malikdir? Bu da yanlışdır. Müəyyən bir konseptlə bağlı nəticəyə gəlmək üçün daha çox vaxta ehtiyacı duyur. Bu da yanlışdır. Təkliyi sevir. Bu zaman özünü komfortda hiss edir və daha rahat nəticə çıxarır. Bu da yanlışdır. Nəticə çıxartmaq üçün xarici stimullara əsaslandığından digər insanların təsiri altına düşə bilir. Doğru deyə Y variantı. Şagirdlərdə yalnız çatışmamazlığı görmək, hər dəfə bunu nəzərə çarpdırmaq nə ilə nəticələnə bilər? Şagirdlə müəllim arasında müvəqqəti körpü yaranar, səhvdir. Şagird müəllimdən uzaqlaşar, onunla üz-üzə gəlməməyə çalışar. Doğrudur da, hər zaman mənfi xüsusiyyətini deyirik, yəni çatışmamazlıqlarını deyirik. Bu zaman şagird müəllimdən uzaqlaşacaq ki, müəllim məni görən kimi başlayıb mənfi xüsusiyyətlərimi deməsin. Sual işarəsinin yerinə yazıla biləcək ifadəni müəyyənləşdirin. Uşaqlar hisslərinin təsiri altındadılar. Uşaqlar məntiqlə hərəkət edə bilmirlər. Bu qeyri-rasional şüur dövrüdür. Şagird şagirddə dostunuzla və ya başqası ilə sonuncu mübahisənizin səbəbi nə olmuşdur sualı ünvanlayır. Verilmiş cavabların hansının ekstravert şagirdə aid etmək olar? Kifayət qədər mənə diqqət ayırmadığını düşündüyümdən doğrudur. Sosial mühitə daha çox fikir verir. A variantı. Bu yaş dövründə fərdin davranışı məntiqə və anlamaya əsaslanır. Əsasən bu rasional şüur dövrüdür. Y variantı. Doğrudan doğrunu, yanlışdan yanlışı tapmalıyam. Gəlin, baxaq, tapaq. Ekstravertlər asanlıqla cəmiyyətin aktiv üzvünə çevrilə bilir. Doğrudur. Ekstravertlər kənar təsirə qarşı daha dözümlüdürlər. Bu yanlışdır. Bizdən indi yanlışı soruşur. İntrovertlər utancaq və özünə qapanan olurlar. Əsasən bu yanlış fikirdir. İntrovertlər nəticə çıxartmaq üçün daha çox uzun müddətli yaddaşlardan istifadə edirlər. Bu da doğrudur. Deməli, doğrumdan 1, yanlışımdan 3. 1-3. Şəxsiyyət anlayışının izahı hansı bəhddə düzgün verilmişdir? Təfəkkürü və nitqi olan canlıdır, səhvdir. Emosional intellektə və müəyyən mənəvi dəyərlərə malikdir, səhvdir. İdrac fəaliyyətinə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan şəxsdir. Bu doğru fikirdir. Yanlış fikri müəyyən edin. Bioloji konsepsiyaya görə şəxsiyyətin davranışı bioloji təsir və instinktlərdən asılıdır. Doğrudur. Sosial konsepsiyaya görə xarakteri ətraf mühitin təsiri altında formalaşır. Doğrudur. Biososial konsepsiyaya görə şəxsiyyət irsiyyətə ötürülən və sosial amillərin təsiri altında formalaşır. Bu da doğrudur. Bioloji konsepsiyaya görə insan ağ vərəq kimi doğulur. Bu yanlışdır. Bunu sosioloji kompetensiya deyir, yəni konsepsiya deyir. Verilənlərdən hansı ekstravert şəxsiyyət tipinə aid edilə bilər? Şagird fikir yürüdərkən şəxsi mülahizələrə əsaslanır. Bu səhvdir. Müzakirə uzun müddət davam etdikdə narahatlıq keçirir. Bu da səhvdir. Ətrafındakılarla kommunikasiyaya təşəbbüs edirlər. Bax, bu doğru fikirdir. C variantı. Dəyirmi masa zamanı şagirdlərin çoxluğunun düşüncəsinə üstünlük göstərərək fikrini dəyişməsi diqqətlərdən qaçmadı. Mühiti nəzərə alır. Ekstravert sosial mühit. Erkən uşaqlıq illərində baş tutur. Uşaq davranışlarda nəyin doğru, nəyin yanlış olduğunu anlayır. Sadəcə bu qaydalara əməl etməyə cəhd etmir. Özünü məmnun etməyə çalışır. Bu, özünə yönəlmə mərhələsidir. Sual işarəsinin yerinə yazıla biləcək söz və ya sözləri müəyyən edin. Bu mərhələdə əllərindən saldıqları əşyanı unudurlar. Mərhələnin sonuna doğru uşaqlarda əşyaların davamlılığı formalaşır. Bu hissi hərəki əxlaqi dəyərlərin olmadığı dövrdür. Şagird tənəffüsdə sakit bir yerdə dincəlir, özünü motivasiya edir. İntrovert düşüncə tərzidir. Daha sonra, quyuya su tökməklə quyuda su olmaz. Atalar sözündə şəxsiyyətin inkişafına hansı amilin, irsiyyətin rolunu göstərir də, yəni bu irsiyyətdən də asılıdır. Yəni bunun irsiyyətində bu yoxdursa, sən ona nə qədər su töksən də bu da olmayacaq. Zehni inkişaf və xarakterin
formalaşdırılmasının bu mərhələsində hesablamalar apararkən barmaqlardan istifadə edir. Baxın, barmaqlardan istifadə edir, hesablama aparır. Bu ilkin əməlidir, özünə yönəlmə mərhələsidir. B variantı. Yəni bu artıq 2-6 yaşı əhatə edir. Şagird kollektiv fəaliyyətində iştirak qaydalarına bələd olsa da, iş bölgüsü zamanı ona verilən vəzifələri icra etmir, özünü məmnun edir, özünə yönəlmə mərhələsi. Uşaq qonaq gedərkən müəyyən qaydalara uyğun davranmalı olduğunu bilir. Lakin ürəyi nəsə istəyəndə qaydalara fikir vermədən tərslik edir, ağlayır, narahatlıq yaradır. Özünə yönəlmə mərhələsi bu da. Doğru fikri müəyyən edin. İnsan müəyyən şəxsiyyət növü əlamətləri ilə dünyaya gəlmir, yanlışdır. İnsan irsən ötürülən xüsusiyyətlərlə yaşamağa davam edir, yanlışdır. Müəllim şagirdin hansı şəxsiyyət növünə aid olduğunu seçə bilməz, yanlışdır. Karl Jung biososial konsepsiyanı təksib edirdi, yanlışdır. Heterogen qruplar şəxsiyyət inkişafı üçün çox önəmlidir, doğrudur. Şagird qaydalara əməl etməyə çalışırlar, çünki onları əks halda pis nəticə gözləyəcəyini bilirlər. Bu ənənələrlə ayaqlaşma dövrüdür. Əməl edim ki, cəza almayım. Yanlış fikri müəyyən edin. İrsiyyət mühit və tərbiyənin inkişafı və onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bu doğru fikirdir, doğrudur. İrsiyyət şəxsiyyətin formalaşmasına təsir etcə də aparıcı amil deyil, bu da doğrudur. Sosial mühit şəxsiyyətin inkişafına bilavasitə təsir göstərir, doğrudur. Təbii mühit dedikdə məktəb mühiti nəzərdə tutulur, bu sosialdır. İrsiyyətlə ötürülməyən əlamətlərdən biri də emosional intellektdir, doğrudur. Deməli, yanlış oldu D variantı. Bu mərhələnin əsas əlaməti dilin inkişafıdır. Rollu oyunlar bu mərhələdə zehni inkişafda əhəmiyyətli olurlar. Bu əsasən ilkin əməli özünə yönəlmə mərhələsidir. Bu mərhələdə yetkin yaşlara təsadüf edir. Burada fərd hisslərlə deyil, məntiqi ilə hərəkət edir. Bu rasional şüur dövrüdür. Yoldaşlarının və özünün istəklərini fərqləndirir, qəbul edilmiş qaydaları anlayır, lakin qaydalara əməl etməyi üçün öhdəlik saymır. Yəni qaydaya əməl etmir, özünü məmnun edir, özünə yönəlmə mərhələsi.